Bugünkü günün ümumiyyətlə qadın sağlamlığı fundamental və tətbiqi tədqiqatlar kursunun kulminasiyasını mənim favori spikerim Könül xanım qoyacaq. Buyurun Könül xanım, xoş gəlmişsiniz. Xeyr. Fərdə xanım, təşəkkür edirəm təqdimatınıza görə, dəyər verdiyinizə görə. Hər kəs salamlayıram, hər kəsin axşamı xeyirli olsun və bu saatda bizi dinləyirlərsə bir daha təşəkkürümü bildirirəm. Mən Milli Onkologiya Mərkəzinin onkoginekologu Könül Mərdanova. Bu il artıq onkologiya ixtisası üzrə aspiranturamı bitirdim. İnşallah növbəti ildə artıq müdafiə eləmiş bir vəziyyətdə çıxış eləyərəm yeni ilimizdə və çıxışıma başlamamışdan öncə bu kursun təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm və belə çıxışlarda bizlərə dəyər verib yer ayırdığınıza görə sizlərə təşəkkürümü bildirirəm və hər zaman çıxışlarımın başlanğıc cümləsi akademik Cəmil Əliyevə dərin təşəkkürümü bildirirəm ki, biz onkoloqlar böyük bir məktəb keçmişik və Azərbaycan Respublikasında bugünkü gündə onkologiya elminin bu səviyyədə inkişaf eləməsi və onkoloji xidmətin yüksək səviyyədə icrası birbaşa akademikin əməyi nəticəsindədir. Nə xoş bizə ki, biz akademik Cəmil Əliyevin yaratdığı bir məktəbi görmüşük. Nə yaxşı ki, biz Milli Onkologiya Mərkəzinə fəaliyyətimizi davam edirik və şöbə rəhbərim Sevinç xanım Rəhimzadəyə dərin təşəkkürümü bildirirəm ki, hər zaman dəstəyini əsirgəmir. Fərdə xanım, sizə təşəkkürümü bildirirəm. Belə deyim, konferansların, seminarların təşkil olunması, kursların təşkil olunması çox xoşdur. Həmçinin də bizə bir daha belə deyim, məsuliyyət hiss elətdirir ki, yeni mövzuları araşdıraq, oxuyaq, öz üzərimizdə işləyək. Ümumiyyətlə, həkimlər üçün belə kurslar olmasa, düşünürəm, bəlkə biz də tənbəllik edib öz üzərimizdə işləmərik. Və sizin də bayaq çıxışınızın sonunda dediyiniz cümlələri mən öncədən demək istəyirəm. Artıq bu ilin son çıxışıdır, düşünürəm, mənim üçün də, bizim üçün də bilmirəm. Önümüzdəki ildə hər kəsə sağlamlıq arzu edirəm ilk öncə. Xoş günlərlə, ruzi ilə bol bir il gəlsin. Çıxışlarımız çox olsun, maarifləndirməyimiz çox olsun. Ümid verdiyimiz, sağaltdığımız pasientlərimiz çox olsun. Gördüyümüz işlər xalqımıza, millətimizə, insanlarımıza faydalı olsun inşallah.